Radio teatrı. Ay kişilər, sizə məsləhət eləyirəm. Nə desəniz, necə buyursanız, elə də olacaq. Acıdıq deyil, Elət. kənd əldən gedə bilər. Cəmaatın yeməyi üçün artıq yer əkmək istəyirəm. Allah canım. Cəmaatın yeməyi üçün ha. Sağ ol. Amma gərək kətdən çıxmaya bu xəbər. Şahid eski paralı Müsellim, Demirci Abdullah, Lezgi Mehmet. Omaroğlu'nun 100 hektar artık yer ektirdiği, düzdür mü? Düzdür. Eski para kendinin sabit kolxoz sədri Omaroğlu, evi, emlaki müsaadire olunmakla 25 yıl hapis cezasına mahkum edilir. Ay gidi dünya. Mən bunlar üçün çalışırdım. İndi işə bax. Üzümə durdular. Nakişilər verdikləri sözü unutdular. Yenə sən sağ ola Məmməd Rıza. Tək sən kişi çıxdın. Vaqif Nəsib, Omaroğlu'nun qayıtması. İştirak edirlər Ədalət Məmmədov, Rafiq Əzimov, Rasim Balayev, İlham Əskərov, Əminə Yusif qızı, Almaz Tahirzadə, Mirnadir Abutalıb. Omaroğlu kəndə gəlir ya. Kime Omaroğlu? Gəlir ha, bu sağ olmuş. Başımızı yerə mi soxmaq ama? Onun gözünə baxmaqdansa, dəyirmanın boğazına diri düşüb, ölü çıxmaq daha yaxşı. Vay. Namərdi nə bekar şeymiş hay Allah. Bu sinnimizdə belimizi qıracaq onun gəlişi. Kaş o gələnə kimi canımı verib gedəydim elə çayın o tərəfinə. Ay, qəbir sarılığa. Onsuz da deyəsən, ələyim. Ələnib. Demədim mi Omaroğlu bir gün gəlib hərənizin imanına bir tula bağlayacaq. Özün gördüğün hamısı. Gördüm. De canın üçün. Başına. Qaft elədin. Ha, elədim. Gedim gəlməyim. İtkin qağanın canı üçün düz 1 saat danışdıq. Necə idi? Çox dəyişib. O, danışdıq deyəndə ki, postun at yanındakı bağda əyləşdik. Saçı saqqalı dümağdır. Danışmaq zadı da yoxdur çox elə. Hərdən başını qaldırıb bir sual tullayırdı. Nə barədə bizi də soruşurdu? Yox, elə birinci külfətini xəbər aldı. Dedim ki, yaxşıdılar, şükür Allaha. Demədin, Yox, hara deyirəm, cınqırımı da çıxara bilmirdim. Sonra nə gəp elədi? Sonra da ki, Məmməd Rıza kişini soruşdu. Özüm dedi gələcəyəm kəndliyə. 1-2 günə oradayam. Məmməd Rıza da evdə işiqdə olsun. Axır ki gəlib çıxdın atam anam. Xoş gəldin. Xoş gördük. İçəri girmə. Elə burada dayan. And içmişəm.
ayağımın altında qurban kəsəcəm. Bu qoçu 3-4 gündür bağlı saxlayıram. Sağ ol Məmmə Rza. Tək sən kişi çıxdın. Tutulmağımdan 2 saat keçməmiş dalımca çay çörək gətirmişdin. Məhkəmə olana qədər 4 yanımda əsir yesir oldun. Sonra isti tuman köynək, sırıqlı gətirdin mənə. Hər ayda xərclik göndərirdin. Mütəkkiyyə dirsəklə, biraz naşda oylan. Bu dəqiqə kabab hazır olacaq atamana. Az-az, isti-isti yeyək deyirəm. Kəprətib yenə idarənin altındadır mı? Nədir ki? Deyirəm, biraz boğazı da. Sən ki dilinə vuran deyildi. Elə çoxsa onun üstündə dalaşmadın mı ay sağ olmuş. İndi gör nə günə düşmüsən Omaroğlu. O zəhrimarsız çörək yeyə bilmirsən. Qadan alın bu dəqiqə. Başı xamırlı 2 zoğal arağım var. Əski para dərəsində olduğumu gör, necə də yaddan çıxarmışam. Aç görək. Amma qorxuram, əlim tutmaya. Aman Allah, arağı görəndə əlləri əsir dağ boyda Omaroğlunun. O çapbaz stəkanları doldur. Bu balacalarla kal boğazı sanmaz. Götür görək. Bir də süzay yezinə görək. Qadan alım sən iç. Mənim bəsimdir. Mən də o nəfəs hardandı dərdin alım. Bunu da söyündüyümdən heç bilmədim harama içdim. Sən istəyirsən döşə. Mən bir çay qoyum deyirəm. Kəkotu çayı. Qoy sən deyən olsun. Sən Allah. Bunlar hamısı sən deyirsən yadıma düşür Məmmə Rza. Bu gözü tox, ağayana kişi görünə günə düşürsən Allah. Hələ sabah xəngəl bişirdəcəm. Üstü cücəli. Sonra da öynə ilə ürəyin nə istəsə. Bu məni heç tərpədim elə bir axay. Yerindən də canın üçün. Söndürə bilmirəm quru dərədən içimdə başlayıb, indi qo kimi tüstülənən bu yanğımı. Çay içib bir yatım bəlkə. Yatdı. Qorxurdum sualların ağzı açıla. Soruşsan nə cavab verəcəm? Ürək açan nə deyəcəm bu biçarəyə? Görəsən şenliyə düşmək istəyəcəkmi? Nədir fikri zadı? Həmişəlik mi gəlib kəndə? Ay Eznə, o xamırlıdan ver görüm. Biraz da şor dürmək. İt burnu suda var, ondan necə? Bayaqdan niyə düzmürsən ortaya? Bəri ver görüm. Atın zadın var mı? Atı neynirsən, qadan alım? Deyirəm sabah. 1-ci banda bir atdanaq səndən. Dağa daşa baş çəkmək istəyirəm. Necə deyim ki, bu neçə ilə elə hey bu yerlərin eşqi ilə yaşamışam. Meşələr, talalar, bulaqlar gözümün qabağından getməmişdi. Hələ neçə dəfə yuxuma da girib bu yerlər. Ata nə var ay sağ olmuş, bir ilxı taparı.
Kətdə çoxdur ay araq çəkən. Hə? Var. Nədir ki? 5-10 dənə alıyıq başımın altınadan, hə? Şu asan şeydir, adadın alır. Ağlındadır mı ay yeznə? O dilimə vurmadığım, o köpək oğlu Ağam Aliyev. Ay köpək oğlu. Hər şey yaxşı yadımdadır atam anam. Sədr olduğum vaxtlar idi. Rayon rəhbərlərinin sevimli yeri idi əski para dərəsi. İstəkli sədrləri idin. Hamısının gəlişini toy bayram eləyərdin. Məclis qururdun şərəflərinə. Bircə zəngləri ilə nə lazım oldu göndərirdin. Odun, kömür, əvəlik, qurud, kəkotu, zoğal arağı, motal pendiri, hələ cüyür də vurub göndərərdin. Sənin çörəyi can rahatlığı ilə yeyərdilər. Bilirdilər ki, sən cəmaatın boğazından kəsib vermirsən. İşləri yaxşı qurub cəmaatı da dolandırırdın. Hamı başı and içirdi. El ağsaqqalıydın. Yoldaş Süleymanov özü də sənin süfrəndə oturmaqdan çəkinməzdi. Bilirdi ki, başda sən olmaqla əski para cəmaatından ziyan gələn deyil. Bizcə Ağam Aliyevin gəlişi açmırdı sənin. Üzündən, gözündən kəm fürsətlik yağan, ayağının nərdivanın yuxarısına qoyub, hamıya meydan oxuyan prokurorun bu dəriyə ovdan ova yolu düşərdi. Həmişə də çatan kimi sənə sataşardı. Salam ay ayrım, necəsən ha? İş gerək, gətir gerək. Sənə nə kar eləyəcək? Maşallah, ay kimi şeysən. Bir tərəfə görüm. Yaxşı, keyfinizə soğan doğrama. İçməyəcəm atamın görü. Yox, yıxıb boğazına tökəcək. Elə şey eləməzsən. Durun gerək. Yaxın gəlmin ha. İş gerək. Nəsə bir dəriyə sərbəliyərəm. Belə. Dediyin kimi də elədin. İtəliyib yıxdın qolundan tutanları. Ağam Aliyev bilmirdi neynəsin. Əvvəl istədi nağanını çəkib qorxutsun, fikirləşdi ki, Süleymanovun qulağına çatar. Qabağındakı ayrım olanda nə olar? Qalxozun sədridir. Getdik. Oturun yolda Şəhniyarov. Gəda süfrəsi belə olar. Ayrım köpək oldu. Bu söz səni Novruz yumurtası kimi qıpqırmızı elədi. Bir istədin, nə düşündünsə, dəli şeytanı lənətlədin. Onlar maşına doluşub getdilər. Süfrənin başında tək qaldın. Kabab çəkməkdən üst başın his qoxuyurdu. Ağam Aliyevin sözü söhbəti hədə qorxu tutub danlamaq idi elə. Öyrənmişdin ki, dədəsi də mərdimazar olub bu tula yosununun. Onu bunu qappaqla ömür sürüb. Deyirdin, yenə hər kimdir, süfrəmdə çörək kəsir. Hər üzünə dözmək lazımdır. Yəqin o da basıb keçməz loxmanı. Axır ki düşünüşdünüz. Bu barədə çoxdan dalağın sancmışdı.
Bilirdin ki, bu üzüyü vurduqca o birini çevirsən də yenə axırda bir hoqqa çıxaracaq Ağam Əliyev. Bir gün əziz qonaqlarının yanında başımı yerə soxdu. Yenə içmirsən ay ayrım? Yox. Gərək içəsən. Yoldaş Ağam Əliyev, siz ona fikir vermeyin. Bu kişi ömründe diline vurmuyor. Yox, bir de biz içib ölmürük ki. O da elə. İçsin, öyrənsin. Ay ayrım. İç. Yoksa dünyanın keyfinden geri kalarsan. İç. Üç sözdü vallahi, əla sözdü. İşte. Sizin əziz başınız üçün deyin gedin bu saat qazançının başından qar gətireyim, yuyurum. O dilimə dəysə ustalaram. Ustalaram. O dilimə dəysə ustalaram. Yox bir. Ayrım köpək oğlu. Ağam Əliyev qonaqların tutulduğunu görüb köbürtduğunu, gədəliyini işə saldı. Yaxşı, ay ayrım, səndən də şikayət zad gəlir. Atını biraz yavaş seyir, gəlib bizim tövliyə girməsin. Bir həftə sonra Məzəmli Abbas qulunu tutdular bazarda. Bir xurcun zoğal arağı ilə. Ağam Əliyev buraxdırıb demişdi. Apar ver, bunların hamısını içsin o köpək oğlu, Ömər oğlu. Qurtaran kimi xəbər göndərsin. Bu xəbərdarlıq idi. Bəlkə arıya ağsaqqal salın barışdırsın məni o mərdi mazarla. Yox. Onda gərək sonra Ağam Əliyevin əl tulası olum. Həm də o qədər sövüşdən sonra və qeyrəti harda gizləyib barışım. Yaxşısı budur işimi ehtiyatda tutum. Yaxı ələ verməyim gərək. Günlərin bir günü Ağam Əliyev yenə ova gələr, ağız dolusu bir yekə ayrım deyib barışar məndən. Sonralar Ağam Əliyevdən səs soraq çıxmadı. Nə adını çəkdi, nə də dəyib dolaşdı. Axır ki... O aclıq ili, o qıtlıq ili başqa əlac yox idi. Kənd əldən gedə bilərdi. Cəmaatı hara qıra bilərdi Omaroğlu. Başına yığdın ağsaqqalları, Müsəllimi, Abdullanı, Abdurrahmanı, Hasanı, Qafarı, Ləzgi Məhəmmədi, kəndin qaymağını. Ay kişilər, sizə məsləhət eləyirəm. Nə desəniz, necə buyursanız elə də olacaq. Ambarın dibindəki ilə bir tər kəndi yaza çıxardacam. Sonrası üçün artıq yer əkmək istəyirəm. Biraz tütün yerindən, xeyli də xam dəmiyə yerdən. Cəmaatın yeməyi üçün. Allah canı sağ. Nə deyirsiniz? Belə də. Amma gərək əvvələ aramızdan kəndə çıxmaya. Sonra da kənddən çıxmaya bu xəbər. Aşı yox, Allah asıqa rəhmət eləsin. Sən də ev için demişsən də bunu. Əlbəttə. Onda çox bəyəndilər təklifini. 100 hektar artıq yer əkdirdin. 100 hektar. Cəmaatı o pis ildən çıxartdın. Qonşu kəndlər də əski paranın çörəyini yedilər o vaxtlar. Sonra da cəmaatın gözü qabağında maşına bastılar səni. Ağam Əliyev özü gəlmişdi kəndə.
Kim demişti? Kim xəbər vermişdi görəsən? Məhkəmədə şahid durdular. Müsəllim kişi, Abdullah, Hasan, Abdurrahman, Qafar, Ləzgi Məhəmməd. Dedilər düzdür. Artıq yerəkdirib Omaroğlu. Ona söz verəndə baxıb şahidləri görmədi. Tütürməyə bir üz tapanmadı Omaroğlu. Evini, əmlakını müsadirə elədilər. Xəstəxana oldu mülkür. Arvadı kiçik qızı ilə atası evinə köçdü. Sonra da Abdullaya getdi. Dəmirçi Abdullaya. 25 il ömrünü çürütmək istəmədi sayalı. 25 ilə kim ölə kim qala dedi Abdullah. Nədir, nə ağlama salıbsan? Nə mərəkədir? Nə olacaq? Heç nə. Kül mənim başıma. Başına niyə küllüyürsən? Nə olub axı? Bundan böyük nə olacaq? Odaya gəlib çıxıb. Da bilmirdin bir gün gələcək. Bilirdim. Ancaq o sevdaya düşdüyüm günə daş yağıydı. Özü də qara daş. Niyə daş yağdırırsan? Pəhlivan kimi bir oğlun oldu. Bir pəhlivan da sənsən. Arı yiyib, namusu da belinizə taxdınız. Kiri, bilseydim aparıb sümüyümü iç sümüyünə calamazdım. Buna bax, təzədən namuslanıb. İndi nə cür toy çaldıracaqsan Səlvinaza? 2 gün qalıb. Eşidib bilməyəcəyimi? Dədəsi sən deyilsən. Toyda çaldıracağım, belə ərə də verəcəm. Səlvinaza dədəlgib mən eləmişəm. Hələ bir gör oğlan tərəfi nə deyir. Onlar da indi eşidib yəqin. Heç nə deməzlər. Deyərlər geri qaydar nişanları. Bura bax, olmaya geri qayıtmaq istəyirsən. Mənim bircə çatım əskikdir. Yerimə kim olsa, idəyin çatısını açıb boğazına keçirər. Yaxşı. Fikirzad eləmə. Get tədarükünü gör. Omaroğlu dıydıq deyil. Gəldiyi kimi çıxıb da gedəcək. At sürməyi yadırğamayıb deyəsən. Gəlsənə dəyişək atları. Dedim, yadırğamış olarsan. Yorğasını sənə verdim. Səninki alapaça atlardı, bilirəm. İstəməz Amə Mərzə. Bu saat elə mənə yorğa at lazımdır. Yavaş yetsin, yadıma salım bir doyunca olub keçəni. Buraydı uyur. Köpay oğlağım Aliyev. Hay gidi dünya. Ölməyib gəlib əski para dərəsini bir də gördük. Hay insanın canı iç canısı canın üçün. Əvvəl deyirdim partlayacaq. Tab eləməyəcək ürəyim. Deməli heç bir il məni gözləmədi. O suyuq adamın qızı, arvad xeylağının çətinə tabaha yoxdur atam anam. Gedib də. Köpək oğluluğu o sıpa oğlu sıpa gərək eləməyəydi. Məmərza, mən
Bəs Səlvi necədir? Səlvi mən gedəndə 3 yaşına yenicə girmişdi. Yenicə şeytanlaşırdı ki, Maşallah olsun, ceyrandır, ceyran. Dədəsinə çəkib sümüyü irilikdə, şikillikdə. 2 günə də toyudur. ay gidi dünya. Körpə bala mərə gedir indi. Maşallah olsun, bir oğlandı ki nişanlısı, agronomdur. Başı ant yeri olub 1-2 ildə. Musa köylü dəsli. Bugün sabah sədr seçəcəklər. Səlvinaz da sestralığı qutarıb, doktordur. Toy nə vaxtda Məmərzə? Birisi gün. Mən Səlvini necə görə bilərəm? Çağırmaq olarmı bir yerə? Danışım gəlsin cicimgilə. Yo, lazım deyil. Onda kənd xəstəxanasına gedəsən gərək. Mən də toyuna görə işə çıxmıram. Bax gör, sən Allah'ım bircə yadigarı Selvinin toyunda da qıraqda qalıb. Balasının xeyr işini də görə bilmir, 2 addımlıqda. İndi başa düşürəm ki, Səlvinaz'a görə gəlmisən kəndə, Omar oğlu. Qara zurnanın səsini eşidəndən içirsən. Bilirəm nə çəkirsən. Qonaq istəmirsiniz, Allah qonağı. Musa köylü Yusuf ama İsmail'in dədəsi. İçəri gəl, xoş gəlib, səfa gətirmişsən. Keç. Tanış ol Omar oğlu ilə da. Bizim agronomun atasıdır, Omar oğlu. Gəlib qap eləməyə. Ağrımalı. Omar oğlu, yaxşı deyiblər, igidin adın eşid, üzün görmə. Üzmə də salıb gəldim ki, üzünü də görəm. Çox yaxşı, çox eşitmişəm haqqında. Məndən nə igid, ay sağ olmuş. İndinin igidləri cavanlardır. Gəlmişəm, xeyr dua edəsən. Hər halda el bilir ki, sən gəlinimizin atasısan Omar oğlu, atası. Yaxşı başa düşdün gəlişinin məqsədini. Qorxurlar toya gedib çıxaram birdən. Xeyr duasını buradaca alıb, yolumu çöpərləmək istəyirlər. Sizə qızı mən ha verməmişəm ha ki. Xeyr dua istəyirsiniz. Kimə elçi düşmüsünüz, o da versin. Amma Mərzə, mən bir ata dəyib gəlirəm. Yaxşı. Fikir vermə, dərdin aləyim. Ağırdı dananın içində. Gedin şadyanalıqla toyuz eləyin. Allah xeyirlərin versin. Oğullu qızda olsunlar. Sayanın rəngi ruf özündə deyil. Dəqiqədə bir gözünün qorasını sıxır. Elə mən də elə bil iynə üstə oturmuşam. Qulağım səsdə, ürəyim səksəkədə.
bir dəqiqə bir il kimi gəlir mənə. Müsəllim kişi özünü Hasanın böyrünə verib. Hər ikisi üzü ala qapıya tərəf dururlar ki, içəri girəni birinci görsünlər. Yaxşı ki, Səlvinazın heç nədən xəbəri yoxdur. Dədəm, cicim gözümə belə bir cür görünürlər. Elə bil ki, damazlıq inəkləri ölüb. Sənin kimi dünya gözəlini köçürürlər. Nə zarafatdır? Ay, gəlin ay! Gəlin tərpədən avasanlar! Umar oğlu gəlir, Umar oğlu gəlir. Bu cəmaata nə oldu birdən? Umar oğlu kimdir belə, hə? Onun adı gələn kimi toy əhlinin üstünə su ələndi elə bil ki. Hamının gözü alaçalandı. O gələn kimdir? Ağ saçları pırtlaşıq, uca boy, nəhəng bir adamdır. Hiss olunur ki, xeyli içib. Anam bu adı işidən kimi tövləyə tərəf qaçdı. Atam lap meydə oxşayır. Umar oğlu deyilən kişi gəlib Müsəllim kişi ilə Hasan kişinin qabağında durdu. Hamı başını aşağı dikib, içi onlarla qarışıq. Qocaları xeyli süzdü, başlarını qaldırmadıqlarını görüb atamın qənşərinə gəldi. Onun da başı qalxmadı ki, qalxmadı. İndi də mənə doğru gəlir. Bayaqdan hamını susturan bu adam kimdir belə görəsən? Qorxub eləmə. Yaxşı adamdır bu. Həm də qohumdur. Nə? Qohumumdur? İlahi, qarşımdakı Səlvi balamdırmı? Yox, qarşımdakı iri qamətli xanım xatın ərri qızdır ki, şeytanlığı təzə başlayan, dəqiqədə bir baba mənim deyən körpədir. Gözləri həmən gözlərdir ilahi. Gözlər dəyişmirə, böyümürə, həmən qalır. Adamlar böyür, qocalır. Mənim körpə balam, Səlvim, qoy səni bəhbəl bağrıma basım. Neçə illərdir bugünün həsrətindəyəm bala. Üz gözüm suya batdı, isindi. Bu ki göz yaşıdır. Gözlərini üzümdə, saçlarımda quruladı. Cəmaat ağladığımı görməsin gərək. Bu brilyant qaşlı üzük Məmə Rıza kişidə qalan saxlancın ən qiymətlisidir. Sağ olsun. Bu mənim Səlvi balama hədiyyəm. Heç nə başa düşə bilmirəm. Çox bahalı üzükdür yəqin. Heç nə başa düşmürəm, heç nə. Tanımadığım bu kişiyə yavaş-yavaş qanım qaynayır. Ay, bir sümüyə düşən hava çalın. Səlvi balamla oynayacağım. Necə də ürəkdən süzür. Elə bil uçur. Məni də qanatlarına alıb uçur. Bundan sonra bir dərdim olmayacaq, dərdin alayım. Çıxıb getdi Umar oğlu. Əvvəl toydan, sonra da kətdən. Onu yola salıb yenidən toy evinə gəldim. Vur çatlasındı yenə. Heç elə bil Umar oğlu gəlib getməyib.
Aya çalmayın görək. Aya çalmayın. Kızın anası özünden gedib, halı pisdir. Aya çalmayın. Demək heç bir il gözləmədi o suyuq adamın qızı. O sevdaya düştüğüm güne daş yağıydı. Yüzü de kara daş. O ağ saçlı, nəhəng adam kimidir? Qohumundur deyirlər. Səlbi balam deyib, üzüyü barmağıma taxanda ürəyim titrədi. Demədimmi Umaroğlu bir gün gəlib hərənizin imanınıza bir tula bağlayacaq? Vaqif Nəsibin Omaroğlu'nun qayıtması hekayəsi əsasında hazırlanan radyo tamaşanı dinlədiniz. İştirak edirdilər Ədalət Məmmədov, Rafiq Əzimov, Rasim Balayev, İlham Əskərov, Əminə Yusif qızı, Almaz Tahirzadə, Mirnadir Abutalıb. Hekayəni radyo üçün işləyəni Gülbəniz Hüseynova, rejissoru Mehriban Bəşirzadə, səs operatoru Rəna Məmmədovadır.